bizi uğura aparan, hədəflərimizi böyüdən sadəcə inamımızdır. Haqsızlıqlar görəndə də, püşk qarşımıza ən güclüləri çıxaranda da inamımız itmədi. Lissabonda 2 top geridə olarkən də qələbəyə inandıq. Rəqibi hərarətli Bakıdan soyuq Skandinaviyaya əli boş yola saldıq. Dünya çempionlarına uduzmadıq. Yenə inanmalıyıq, zəfərin bu dəfəki məkanı İtaliyadır. Napoli, Qarabağ. Bəs sən necə qələbəyə inanırsan?